Suala belə gəlir ki, yəni sualın məzmunu qısa olaraq ondan ibarətdir ki, qadın cənabətdə olarkən, yəni qusl etməmiş yemək bişirə bilərmi? Bunun bişirdiyi yeməyin hökmü nədir? Və elə bil ki, başqa birisi qadının yəni cənabətdə olarkən qusl etməmiş bişirdiyi yeməkdən iyrənir. Sualın qısa şəkildə mənası budur. Bu elədir ki, bilirsiniz ki, Sovetlər vaxtında dinin təməlləri insanlara unutdurulurdu. Onu əvəz etmək məqsədi ilə insanlarda müəyyən xurafi və yaxud da düzgün olmayan əqidələr paylaşılırdı, insanlara yeritilirdi ki, onu əvəz eləsin. O vaxtdan məsələ insanlar namaz qılmaq haqqında görürsən düşünmürlərdi və yaxud da namazın vacib olmağı haqqında, namazı tərk eləmək çox təhlükəli məsələ olması haqqında və yaxud da qəbirlərə getmək, ziyarətkarlara, pirlərə getmək. Baxırdım, bu şeylər haqqında insanlarda həvəs oyatmırlardı və yaxud da bu şeyləri həqiqətini insanların bilməyini istəmirlərdi. Və bunun əvəzinə insanları müxtəlif əsli olmayan şeylərə yönəltirlərdi. Məsələn, həvəsləndirirlərdi ki, mövlüd eləyəsən, yemək, içmək, molla gəlsin, nə bilim, otursun, seyqax oxusun, nə bilim, nəşid oxusun və yaxud da nələrsə oxusun, cəmaat biraz orada əylənsin, kef eləsin, aşıdır, dolmasıdır, kababıdır, süddaşıdır, yesin, içsin, cəmaat kef eləsin, bugün mən mövlüd eləmişəm. Sonra məsələ, ibadət eləmək istəyirsən, gedərsən qəbrə, orada biraz torpaq yeyərsən, biraz palçığa sürtünərsən, qurban kəsərsən, nə bilim, ora-bura sürtünərsən, çıxarsan, gələrsən, mən də harada idim, ibadətdə idim. Və yaxud da məsələ insanlarda nə inirlərdi? Adam təmiz durmalıdır. Yəni insan mundarlaşır cənabət olduğu zaman. Yəni yahudilərdə necə ki var idi ki, qadın aybaşı olanda ona nəcis kimi baxırlardı. Evdən çıxardılırdı. Onunla yemək yemək olmazdı. Ona salam vermək olmazdı. Ta ki mənə kimi. Yəni buna bənzər bir insanlara bir xarakter yeritirlərdi. Sovetlər vaxtı idi hamısı. Biz o vaxt qoca nənələrimizdən eşitirdik ki, qadın cünub oldusa, cənabətdə oldusa, su doldurmaq, onun doldurduğu suyu içmək olmaz. Nə bilim, onun yoğurduğu xəmri bişirmək olmaz. Onun yoğurduğu xəmrin çörəyi nəcisdir və yaxud da təmiz deyil. Bişirdiyi xörəkdən uzaq durmaq lazımdır. Və s. kimi, nə bilim, subhanallah, hətta belə kənd yerlərində var. Bunu bilir kənddə olanlar. Nəhrə çalxamaq söhbəti var, nəhrə. Bu nəhrədə də elədir ki, nəhrənin çəkisi təxminən 60-70 kilo olur. Yəni, içinin miqdarı ayrandır, sudur, 70 kilo içinə şey gedir. Onun içinə haradasa ayran qatığı tökürlər və 30-40 litr də su tökürlər ki, onu çalxalasınlar və onun içindəki yağı, içindəki ayranı çıxartsınlar. Sonra nə bilim qurut düzəldirlər və s. və s. Önəmli olan nədir? Bəzi yerdə görürsən kənd yerlərində su qıtlığı olur. Nəhrə çalxamaq üçün, məsələn 10 nəhrə çalxamaq üçün haradasa 400 litr su lazımdır. Baxırsan ki, bəzi qadınlar gedirlər, zəhmət çəkib vedrələrlə su gətirirlər və qoca nənələr onlardan şübhələndiyi zaman nə edirdi? Onların zəhmət çəkib 100 metrdən, 200 metrdən gətirdiyi suları yerə tökürlərdi ki, sizin nədir, qusulunuz yoxdur, siz gətirən su belədir. Bu izahatda əsas mənim məqsədim odur ki, belə şeylər Sovet vaxtında insanlara yeridilmiş əsli olmayan etiqadlar və fikirlərdir. Bunların heç biri əsli yoxdur, bunların heç biri doğru deyil. Bir qadın əgər cənabətdə olarsa, o həmən təharətində, təmizliyində qalır. Sadəcə ona namaz qılmaq olmaz. Sadəcə ona Quran oxumaq olmaz. Nəyə görə? Çünki qusul vacibdir. Bu ibadətləri yerinə yetirmək üçün qusul vacibdir. Amma o madəm ki, özü təmizdir, əlini yuyur, özü təmizdir, bədənini təmiz saxlayır, başqa iyrənciliklər etmir, sadəcə məsələ cənabət məsələsidir. Buna görə onun bişirdiyi yemək heç zaman mundar sayılmır. Nə də mundar sayıla bilməz. Çünki əsas insana vacib olan nədir? Namazlarını dəstəmazlı, qusullu şəkildə qılsın və Quranı qusullu şəkildə oxusun. Əsas budur tələb olunan. Əsas budur.
Yoxsa yemək bişirmək, su doldurmaq, xəmir yoğurmaq və yaxud da heyvan kəsmək bunların əlaqəsi yoxdur. Hətta elm əhli cənabətdə olan adama əzan verməyə belə icazə verir. İcazə verir. Hələ nəinki qaldı yemək bişirmək və yaxud da su doldurmaq. İxlasla.com saytı tərəfindən təqdim olundu.